Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala Resulillah ve ba'd. İmam Nəvəvi Rahiməhullahın 40 hədis kitabına devam edirik. Növbəti hədis 20-ci hədisdir. Buyurur ki, An Əbi Məs'udin Uqbət ibn Amrin el-Ensari el-Bedri radiyallahu anh. Qala Resulullah sallallahu aleyhi ve sellem. إن مما أدرك الناس من كلام النبوة الأولى إذا لم تستحي فاصنع ما شئت. Buyurur ki Ebu Mes'ud Ukbet ibn Amr el-Ensari el-Bedri, Allah ondan razı olsun, Allah Nebisi sallallahu aleyhi ve sellem buyurmuştu. İnsanlara gelip çatan, yani bizden önceki peygamberlerin sözlerinden biri de eğer deməli həya etmirsənsə, utanmırsansa istediğini et. Hədis digər hədislər kimi əzəmətli hədislərdəndir qardaşlar. Və bu söz hansı ki Allah Nəbisinin sallallahu aleyhi və səlləmin bildirdiyi kimi hədisi Buxari rivayet edib. Yani ilk nübuvvat sözlerinden biri de peygamberlerin kavimlerine öğrettiği şeydi bu hadis. Peygamberin kavimlerine öğrettiği sözdü. Yani onlara dediği sözdü ki bize gelip satıp. Bize gelip satıp. Hadisin ravisi Ebu Mes'ud Uqbe bin Amr bin Tha'lebe bin Asir bin Usayr el-Ensari el-Bedri radiyallahu anh. Deməli, Ebu Mes'ud radiyallahu anhu Bedri ləqəbi ilə tanınsa da, lakin Bedir döyüşündə iştirak etməyib qardaşlar. Bedir döyüşünə şahidlik etməyib. Sadəcə, deməli, Bedir suyu məntəqəsi adlanan bir yer var. Orada yaşadığına görə bu cür ləqəblənibdir. Və Ebu Mes'ud radiyallahu anhu deməli sahabələrin alimlərindən idi qardaşlar. Sahabələrin alimlərindən idi. Və ikinci Aqabə beyyətində, yəni uşaq yaşlı olmasına baxmayaraq, ikinci Aqabə beyyətində iştirak edib. Və Uhud döyüşü və digər Allah Resulü sallallahu aleyhi və səlləmlə birlikdə digər döyüşlərdə də iştirak edibdir. Bedir döyüşü hicretin 2-ci ilindədir. Və bunun yadınızı saxlayın inşallah. Bedir döyüşü hicretin 2-ci ilində baş verir. Uhud döyüşü ondan sonradır. Hicretin 3-cü ilində. Və ondan sonra, yəni bu ən məşhurlarından Bənu Nədir deməli döyüşü olubdur. Hicretin 4-cü ilində. Əhzab döyüşü kimi tanınan Xandək döyüşü 5-ci ildə olubdur. Hicretin 5-ci ilində. Və ondan sonra Hudeybiyyə sülhü olub hicretin 6-cı ilində və sonra Xeybər döyüşü hicretin 7-ci ilində və sonra 8-ci ilində Məkkənin fəthi baş verib və sonra Huneyn döyüşü hicretin 8-ci ilində və Tabuk döyüşü hicretin 9-cu ilində baş verib və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm hicretin 11-ci ilində vəfat edib. Rabiul Əvvəl ayının 12-sində. Və bu sahabə Ebu Mes'ud Uqbe bin Amr Kufədə vali olub. Kufənin valisi olub və bir görüşə görə elə orada, yəni Kufədə və başqa bir görüşə görə Mədinədə hicretin 40-cı ilində vəfat edib. Radiyallahu anh. Allah ondan razı olsun. Hədisin mənziləsi barəsində qardaşlar, alimlər yəni bəzi ifadələr deyiblər, kəlamlar ediblər və alimlər buyurublar ki, elm əhli bu hədis nədir? İslamın üzərində qurulduğu əsaslardan biridir. İslamın üzərində qurulduğu əsaslardan biridir. Deməli nədir? Əgər utanmırsansa istədiyini et. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, İnnə mimmə ədrakən nəsu min kələmin nübuvvətil ulə. Yəni, insanlara gəlib çatmış peyğəmbərlərin sözündən hesab olunur. Yəni bu kəlam hansı ki Peyğəmbər sallallahu aleyhi və səlləm zikr edir, əvvəlki nəbilərin bizə nəql olunmuş mirasıdır qardaşlar.
ve bütün rasulların ittifak ettiği bir sözdür. Bütün rasulların ittifak ettiği bir sözdür. Ve elə bir şeydir ki, bizdən əvvəlki peyğəmbərlərdən bilirik ki, bizə gəlib çatan çox şey nəsx olunubdur. Yəni hökm dəyişibdir. Lakin bu elə bir sözdür ki, bu nəsx olunmayıb. Və bəzi söz və əməllər var ki, digər peyğəmbərlərdən bizə gəlib çatıbdır. Və bunlardan bəziləri Quran-ı Kərimdə zikr olunur, bəziləri isə dildən dilə nəql olunubdur, bizə qədər gəlib çatıb. Məsələn, Allah Teala Əl-Ə'lə surəsinin 16-cı ayəsindən 19-cu ayəsinə qədər buyurur. Bəl tu'thirunəl hayətəd-dunya vəl-əxirətu xayrun və əbqa. İnnə həzə ləfis-suhufil ulə suhufi İbrahim və Musa. Allah Teala buyurur ki, lakin siz dünya həyatını üstün tutursunuz. Ahirət isə daha xeyirli və qalıcıdır. Həqiqətən bu, əvvəlki səhifələrdə İbrahim və Musanın səhifələrində də vardır. Fikir verin. Yəni, dünya həyatını üstün tutmağı insanların, lakin ahirətin daha xeyirli və qalıcı olmağı bizə qədər gəlib çatıb, hansı ki, o, İbrahimin və Musanın səhifələrində də mövcud idi. Bəli. Allah Nəbisi sallallahu aleyhi və səlləm buyurur ki, o hansı sözdür bizə gəlib çatır? Buyurur ki, İzə ləm təstəhyi fəsnə mə şeit. Əgər utanmırsansa, həya etmirsənsə, istədiyini et. Və bu kəlamın, yəni Peyğəmbərimizin bu sözünün sallallahu aleyhi və səlləm sözünün mənası barəsində alimlər ixtilaf ediblər, qardaşlar. Yəni, fəsnə mə şeit. Hansı ki, burada əmr gəlir, deyilmi? İstədiyini et. Yəni, buradakı əmrin mənası nədir? Nə mənaya gəlir? Bu hədis nə cür başa düşülür? Onlardan birincisi, istədiyini et deyəndə əmr təhdid mənasındadır deyib elm əhli və qorxutma mənasındadır. İstədiyini et. Yəni, mənası budur ki, əgər səndə həya yoxdursa, nə istəyirsənsə et, çünki Allah sənin etdiyin əmələ görə həm dünyada, həm də ahirətdə səni cəzalandıracaq. Deməli, birincisi nə oldu? Təhdid mənasında əmr, yəni nə istəyirsən et, Allah Teala səni etdiyin şeyə görə cəzalandıracaq. Necə ki, Allah Teala Fussilat surəsinin 40-cı ayəsində buyurur, qardaşlar. İ'məlu mə şi'tum İnnehu bima ta'malun basir. İstədiyinizi edin, Allah görür və xəbərdardır. İstədiyinizi edin, Allah görür və xəbərdardır. İkinci görüş, buradakı əmir, yəni istədiyini et. Əgər həya etmirsənsə, istədiyini etdən qəsd nədir deyiblər elm əhli? Yəni, bir işi görmək istədikdə bax. Məsələn, bir iş görmək istəyirsən, bax ki, əgər o iş elə bir işdir ki, nə Allahdan, nə də insanlardan utanc duymayacaqsan, üz qızartmayacaq bir işdir, o zaman onu et mənasındadır. Aydındır? Əgər həya etmirsənsə, yəni o etdiyin iş səni utandırmayacaqsa, o zaman istədiyini edə bilərsən. Çünki bu sənə nədir? Mübahdır, icazəlidir. Yox, əgər utanc verici bir işdirsə, ondan uzaq dur, çünki o sənə icazəli deyil. Deməli, bu ikinci görüşdür. Hədisin mənası olar. Üçüncü görüş, qardaşlar, buradakı Allah Rasulunun utanmırsansa istədiyini et mənası xəbər mənasındadır, xəbər. Birincisi oldu təhdid mənasında, ikincisi mübahlıq mənasında, üçüncüsü isə xəbər mənasındadır, buyurur bu alimlər. Yəni, insanı pislikdən saxlayan şey həyadır. Kim həyasını itirərsə, yəni nə gəldi eləyər. Hər istədiyini eləyər. Həyası olmayan kimsə hər istədiyini edər. Necə ki, Xattabi rahimehullah alimlərdən, deməli, Ə'ləmül Hədis əsərində buyurur ki, bu cür, yəni qeyd edibdir, kim utanmırsa istədiyini edə bilər. Kim utanmırsa istədiyini edə bilər.
Və bu cümlənin dəlalət etdiyi məsələlərdən də biri qardaşlar həyanın təriflənməsidir. Həyanın təriflənməsidir. Həya yəni təriflənən şeydir. Buxar Müslimin rəvayət etdiyi muttəfəqun aleyh hədisləri bu barədə elə bu məsələni neyniyir? Sabitləşdirir. Buyurur ki, Allah Nəbisi sallallahu aleyhi və səlləm çoxdur bu barədə hədislər. Əl-həyəu la yəti illə bi xeyr. Həya ancaq xeyir gətirir. Əl-həyəu şu'bətun minəl iman. Həya şöbədən, yəni imandan bir şöbədir. Əl-həyəu xeyrun kulluh. Həyanın hamısı xeyirdir. Və sonra buyurur ki, innəl həyəə vəl iman qurina cəmiən fəizə rufi'a əhaduhuma rufi'əl əxar. Başqa bir hədisdə buyurur ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm həya ilə iman ikisi bir şeydir. Birləşib, cəmlənib. Elə ki, onlardan biri qalxdı, digəri də qalxır. Deməli, iman qalxsa həya da qalxır, həya qalxsa iman da qalxır. Allahdan afiyət diləyirik. Əsl olaraq budur ki, qardaşlar, yəni burada biz 3 görüş zikr etdik. Vallahu Teala aləm, ən yaxın olanı budur ki, yəni əgər utanmırsansa istədiyini et, burada təhdid mənasındadır. Və həmçinin xəbər mənasında yaxındır. Yəni təhdid mənasında istədiyini et. Əgər utanmırsansa istədiyini et, Allah Teala sənin hesabını onsuz da görəcək. Çünki Allah Teala yaxşılıq edənə yaxşılıq verir, pislik edənsə pislik verir. Əl-cəzəu min cinsil əməl. Cəza əməlin cinsindəndir. İstər dünyada olsun, istər axirətdə. Həya, qardaşlar, nə deməkdir? Həya, qulu rəzil və çirkin işlər görməkdən saxlayan, gözəl işlərə sövq edən, haqq sahiblərinin haqqını verməkdə, səhlənkarlıq etməkdən qoruyan bir əxlaqdır. Əxlaq ümumidir, həya sadəcə onun içərisindən bir cüzdür. Və Allah Resulü sallallahu aleyhi və səlləm öz əshabına həyalı olmağı həmişə tövsiyə edirdi. Öz əshabına həyalı olmağı neynirdi? Tövsiyə edirdi. Və onlardan birində bir hədisdə buyurur ki, Əhmədin rəvayət etdiyi hədisdir. Hansı ki, Şeyx Albani rahimehullah hədisi səhihləşdiribdir. Və həmçinin hədis deməli buyurur ki, bir nəfər gəlir Allah Resulü sallallahu aleyhi və səlləmin yanına, hədisin rabisi Said ibn Zeyddir. Buyurur ki, ey Allahın Resulü, mənə tövsiyə elə, mənə nəsihət et və yaxud da. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, usikə ən təstəhyi minəllahi kəmə təstəhyi rəculən min salihi qavmək. Mən sənə tövsiyə edirəm və yaxud nəsihət edirəm ki, Allahdan həya edəsən, sənin qövmünün salih kişilərdən utandığın kimi Allahdan həya etməyi tövsiyə edirəm. Yəni, necə ki, insan salih insanları görəndə onlardan necə həya edir? Onların yanında bir ədəbsizlik etməz, bir asilik etməz və insan eyni ilə də və bundan da daha yaxşısını Allah Teala'ya qarşı həyalı olmasıdır. Və Tirmizinin rəvayət etdiyi hədisdə Abdullah ibn Məsuddan gəlir ki, Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, İstəhyu minəllahi haqqal həyə. Allahdan haqqı ilə həya edin. Və sahabə nə deyir? Buyurur ki, qulnə ya Rasulallah. Ey Allahın Resulü, dedi ki, ey Allahın Resulü, İnnə nəstəhyi vəlhamdülillah. Allah həmd olsun ki, biz həya edirik Allahdan. Və Allah Resulü sallallahu aleyhi və səlləm cavab olaraq buyurdu ki, leysə dək. Bu elə deyil. Vələkinnəl istihyəə minəllahi haqqal həyəi ən təhfəzər rəsə və mə vəə. Fikir verin hədisə. Yəni, həya nə deməkdir? Allahdan haqqı ilə həya nə deməkdir? Allah Resulü bunu izah edir. Və sonra buyurur ki, vəl-bətnə və mə həvə وَلْتَذْكُرِ الْمَوْتَ وَالْبِلَى وَمَنْ أَرَادَ الْآخِرَةَ تَرَكَ زِينَةَ الدُّنْيَا فَمَنْ فَعَلَ ذَلِكَ فَقَدْ اِسْتَحْيَا مِنَ اللّٰهِ حَقَّ الْحَيَاةِ. Buyurur ki, bu sizin bildiğiniz kimi değil.
Allahdan haqqı ilə həya etmək başı və onun daşıdığı içindəkiləri qorumaqdır, qardaşlar. Allah nəbisi deyir ki, həya başı qorumaqdır və onun daşıdığı şeyləri qorumaqdır. Yəni başın daşındığı şeylər nədir? Yəni ağlı, gözü, qulağı, dili haramlardan qorumaqdır. Və sonra davam edir. Həya Allahdan haqqı ilə həya etmək başı və daşıdığını, qarnı və onun içindəkiləri qorumaqdır. Yəni haram yeməkdən qorumaqdır. Sonra buyurur ki, ölümü və çürüyüb torpağa qarışmağı xatırlamaqdır. Kim ahirəti istəyirsə, dünya zinətini tərk edər. Kim bunu edərsə, Allahdan haqqı ilə həya etmiş olar. Deməli, Allahdan haqqı ilə həya etməyə Allah Rasulü bizə nə cür öyrədir? Başını qoruyacaqsan, gözünü, qulağını, dilini, fikirlərini, düşüncəni haramlardan qoruyacaqsan, Allahın ikrah etdiyi şeylərdən qoruyacaqsan və həmçinin qarnını haram yeməkdən qoruyacaqsan, ölümü xatırlayacaqsan və öldükdən sonraki əhvalları xatırlayacaqsan və dünya həyatının aldanış zinətini tərk edəcəksən. Və kim bunları edərsə, yəni dünyadan insan nə etməlidir? Gözünü yığmalıdır. Nə qədər sənin dünyaya bağlılığın çoxalarsa, dünyaya qarşı şəhvətin, sevgin, istəyin artarsa, qardaş, nə olur? Allahdan haqqı ilə həya edə bilməyəcəksən. Bu günlərin fikir verin, neçə insanlar var ki, xeyrə müvəffəq ola bilmirlər. Bunun səbəbi bilirsiniz nədir, qardaşlar? Bunun səbəbi dünyaya bağlılıqdır, qardaşlar. Məsələn, adamı dəvət edirsən, deyirsən ki, qardaş, 10 ildir, 15 ildir İslamdasan, 20 ildir İslamdasan, 5 ildir olsun, 1 il fərq etməz. Artıq sənin üzərinə Allahın kitabını oxumaq vacibdir. Çağırırsan, deyirsən Allahın kitabını oxumaq, öyrənmək lazımdır. Yəni, müsəlmana ayıbdır ki, bu qədər müddət insan Allahdan həya etməlidir. Fikir verin, Allahdan həya etməlidir. Ki, neçə illərdir sən İslamdasan, Allahın kitabı oxuya bilmirsən. Lakin baxırsan ki, ona mane olan şeylər nədir? Dünya həyatı. Səhərdən axşama qədər ora qaçır, bunun üzərinə qoyur, çalışır, qazanmağa çalışır, daha çox əldə etməyə çalışır. Yəni, dünya həyatı nə edib? Onu artıq bu şeylərdən yayındırıb. Ona görə diqqətli olun. Dünyanı sevməyin, qardaşlar. Dünya seviləcək bir şey deyil. Vallahi seviləcək bir şey deyil. Onun içindəkilər, o şəhvətlər, o bərbəzəklər, bunlar hamısı məhv olub gedəcək. Hamısı məhv olub gedəcək. İnsan ən gözəl gördüyü, gözü ilə gördüyü ən gözəl taam, yəni yeyiləcək bir şeyi bir evə qoy, sən insanın gözünə gör, necə gözəl görsən. Bax, dünya həyatının misli o cürdür, qardaşlar. Sən ən ləzzətli yeməyi qoy, əl vurma. Sadəcə bir gün, 2 gün gözlə qalsın stolun üstündə. 2 gündən sonra qayıt, həşəratlar basıb. Eybəcər bir forma alıb, şəkil alıb. Bax, dünya həyatının misalı odur, qardaşlar. Bunlar hamısı göstərişdir. Müminin qəlbi elə şeylərə bağlanmaz. Müminin qəlbi biz Allaha və Rasuluna, axirət günə iman gətirmişik deyə, bizim üçün ən sevimli olan yer axirətdir. Bizim üçün ən sevimli olan yer axirətdir. Ona görə Allah yolunda çalışmaq lazımdır. Elm öyrənmək, əzbərləmək, Quran əzbərləmək, Quran oxumağı öyrənmək, başqasına öyrətmək, dəvət etmək. Allahın bizə yazdığı bu ömrü onsuz da başa vuracaq. Kimimiz 40 il, kimimiz 30 il, kimimiz bəziləri görsən 10 il yaşayır. Bəziləri 70 il, 80 il. Nə qədər olsa da, nədir? Bu bitəcək bir gün. Ona görə də Allaha ibadətlə bitirmək lazımdır. Vallahi insan xüsran olacaq qiyamət günü. Vallahi sən heç bir şey əldə edə bilməyəcəksən. Öləndə belə yəni heç nə aparmırsan, qardaş. Kişinin ölümü, Allah Resulü sallallahu aleyhi ve sellem nə deyir? Kişinin ölümü qiyaməti ilə başlayır. Elə ki öldün, artıq sənin üçün qiyamət başladı. Ona görə hər bir işinizdə ən öncədən fikirləşin. Axirət üçün tədarük görün. Siz başqaları kimi deyilsiniz. Siz axirətini unudan, bəzən görsən insanlar görsən Allahı
yəni Allahı inkar edirlər, Allahın varlığını və digər şeylər müsibətdir vallahi. Sizi Allah İslamla nemətləndirib və bu nemət sizə gələndən sonra onun şükrünü verməyə çalışın. Bəli, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, kim axirəti istəyirsə, dünya həyatının bəlbəzəyini tərk eləsin. Və kim bunu edərsə, Allahdan haqqı ilə həya etmiş olar. Və elm əhli deyir ki, qardaşlar, burada sual ortaya çıxır ki, həya elə bir şeydir ki, həya fitri bir şeydir, yoxsa sonradan qazanılan? Yəni insanın fitrətində olan bir şeydirmi həya, yoxsa insan sonradan onu oxuyur, məsələn bu cür hədisləri oxuyur, sonradan mı həya hasil olur? Və bunu mənbəyinə görə həyanı iki növə ayırıblar. Var fitri olan həya, var sonradan qazanılmış. Fitri olan həya odur ki, qardaşlar, qulun təbiətində və yaradılışında olan əxlaqdır. Baxırsan ki, yəni insanın fitri həyası var. İnsan çox həyalı insandır. Hətta bu kitablar oxumasa belə, yəni alimlərdən dərs almasa belə, o şeylərdən xəbəri olmasa belə, görmürsünüz, yəqin yerə insanlar var. Və Allahdan təmənni, siz də onlardansınız, əlhəmdülillah. Və təbiət xarakteri ilə həyalı olanlardır. Buna deyirlər fitri həya. Aydındır. Və ikincisi isə qazanılmış həyadır. Qazanılmış həya. Bu da necə qazanılır, qardaşlar? Qulun özünün əldə etdiyi, yəni oxumaqla, o hədisləri tədəbbür etməklə Allahın kitabını və nəfsi alışdırmaqla. Məsələn, bir şey sənə, məsələn, elə bir hadisə var ki, sənə qəzəbli gəlir, lakin sən Allah üçün səbr edirsən, özünü basırsan, o şey səndə həya yaradır. Və özünü bu şeylə tərbiyə edirsən. Bu da qazanılmış nədir? Həyadır, qardaşlar. Deməli, həya nə oldu? Əsl etibarilə, yəni mənbəyinə görə iki qismə bölünür. Fitri həya var və deməli, sonradan qazanılmış həya var. Və kimdən həya edilməsi baxımından da həya üç qismə bölünür, qardaşlar. Kimdən həya edilməsinə görə. Onlardan birincisi və ən böyüyü Allahdan həya etmək. Rəbbindən, səni yaradandan həya etmək. Allahdan həya etmək nə cür olur, qardaşlar? Yəni Allahın əmirlərinə tabe olub, qadağanlarından çəkinməklə olur. Əmirlərinə tabe olub, qadağanlardan çəkinməklə deyirsən ki, bu insan həya sahibidir. Yəni Allahdan həya edir. Nə baxımdan? Allahın əmirlərinə tabe olur və nəyi qadağan edirsə ondan çəkinir. İkincisi, insanlardan həya etmək. Məsələn, başqalarına əziyyət verməkdən çəkinmək və yaxud da başqalarına qarşı səxavətli olmaq. Baxın, bu ən böyük məsələlərdən biridir. Başqalarına əziyyət verməkdən çəkinmək. Əgər bir insanın xarakterində, təbiətində əgər insanlara əziyyət vermək varsa, o insan həya sahibi sayılmır, qardaşlar. Yəni insanlara qarşı həyasız insandır. Ona görə də diqqətli olmaq lazımdır. İnsan heç vaxt başqalarına, istər işlədiyi yerdə olsun, iş yerində olsun, istər məktəbdə olsun, istər ailədə olsun, ailə üzvlərinə qarşı min bəbil əvlə və istər ana atasına qarşı olsun, istər məsciddə digər müsəlmanlara qarşı olsun, bu şeyləri qorumalıdır. Başqasına sən nə səsinlə, nə hərəkətlərinlə, davranışınla əziyyət verməkdən çəkinməlisən. Həyanın gərəkdirdiyi şey budur. Yox, əksi olacaqsa, Peyğəmbər sallallahu aleyhi və səlləm hədisdə zikr elədiyi kimi, əgər utanmırsansa, istədiyini et. Allaha sığınırıq. Və üçüncüsü isə insanın özündən həya etməsi. İnsanın özündən həya etməsi nə deməkdir? Yəni, iffətli olması, qəlbini və bədənini çirkin işlərdən qorumasıdır. Yəni, insanın öz-özünə həyası bu deməkdir. Öz qəlbini, bədənini, əlini, gözünü, qulağını çirkin işlərdən qoruyursan. Məsələn, qeybət məclisidir, sən orada oturmursan. Bilirsən ki, qiyamət günü Allah Taala sənin o eşitdiyin şeyə görə şahid olaraq gətirəcək. Hətta desən ki, mən danışmamışam, sadəcə iştirak etmişəm.
qardaşının ətinin yeyilməsində iştirak etmisən. Və qiyamət günü bu səndən də soruşulacaq. Ona görə bu şeylərə diqqət etmək lazımdır. Əgər qeybət olunursa bir məclisdə, ya o söhbəti dayandırmalı, ya da sən orada tərk etməlisən. Və bu da insanın özünə bir növ necə deyirlər, sənin özünə hörmətindir bu. Sənin özünə qarşı olan həyandır. Qəlbini və bədənini çirkin işlərdən qoruyursan. Bəli. Və təriflənmə və məzəmmət baxımından da həya iki qismli qardaşlar. Yəni həya var, təriflənən həya, həya var, məzəmmət olunan həya. Əslində bunu da izah edəcəyik ki, əslində məzəmmət olunmuş həya yoxdur qardaşlar. Sadəcə bu alimlər inşallah bu məsələni izah edəcəm. Birinci təriflənən həya, necə ki biz elə hədisin şərhində də zikr etdik ki, insanın Allahdan həya etməsi, insanlardan həya etməsi, özündən həya etməsi, yaxınlardan həya, bunlar hamısı təriflənən həyadır qardaşlar. İnsanın əxlaqlı olması, gözəl davranışda olması, ünsiyyətçil olması, gülər yüz olması. Yaxşı, məzəmmət olunmaq nə deməkdir? Məzəmmət olunan həya nə deməkdir? Məsələn, bir insan dinini öyrənməkdən ötürü, ibadət əhlidir, dinini öyrənməkdən ötürü sual verməkdən həya edir. Necə ki biz əvvəllər də bu misalı gətirmişdik. Əslində bunun özü həya deyil qardaşlar. Bu bəyənilən həya deyil qardaşlar. Çünki burada iki şey qəsd oluna bilər. Onlardan birincisi o qəsd eləyə bilər ki, insan öz zənnində sənin sual soruşmağa layiq bilmirsən, bu kibirdir əslində. İkincisi də ola bilər ki, belə deyil, lakin həqiqətən də həya edib utandığına görə sual soruşmaq istəmir. Məclisdir məsələn, elm tələbəsidir, adam utanır nəsə soruşmağa. Bu yadınızda saxlayın qardaşlar. Dinini öyrənmək üçün bu cür həya deyil əslində. Yəni məzəmmət olunan həyadır, təriflənən həya deyil. Bu yerdə əslində sənin üzərinə vacibdir. Bilmədiyin şeyi soruşarsan, biz bunu hardan götürmüşük? Allah Teala buyurur ki, "Fəsəlu əhlə zikri in kuntum la ta'lamun." Bilmədiyiniz şeylər barəsində bilənlərdən soruşun, əmrdir. Fəsəlu, soruşun. Və məzəmmət olunmuş həya da budur qardaşlar. İnsan ona görə dinini öyrənmək üçün mütləq soruşmalıdır. Məsələn, bu gün sual-cavab qrupları var, kanalları var. Yəni biz bunun fikrini izah etmişik. Faydalı sual-cavab ancaq. Faydalı sual-cavab. Sənin dünya və axirətinə təsir edəcək sualları soruş və bundan həya etmə. Bəli. Və son olaraq həyanın fəziləti qardaşlar, Tirmizi və İbn Məcənin rəvayət etdiyi hədisdə Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, "Mə kənəl fuhşu fi şeyin qattu illə şənəhu və mə kənəl həyəu fi şeyin qattu illə zənəhu." Allah Nəbisi sallallahu aleyhi və səlləm buyurur ki, fuhuş, yəni fuhuş nədir? Çirkinliklər, həyanın əksi. Hansı şeydə olursa olsun mütləq onu eybəcərləşdirir. Və həya hansı işdə olursa olsun mütləq onu bəziyər. Və İbn Qayyim rahimehullah Miftahud Dar-ı Səadə kitabında buyurur ki, həya əxlaqların ən fəzilətlisi, ən ucası, ən əzəmətlisidir. Kimdə həya yoxdursa o insanlıq arasında, yəni onunla insanlıq arasında zahiri ətdən, qandan və zahiri surətdən başqa heç nə qalmayıb. Yəni insanın həyası yoxdursa, səndə insanlıq yoxdur yəni demək istəyir. Sadəcə o insanlıqdan səndə zahiri görkəm qalıb. Ətin qalıb, qanın qalıb və zahiri surətin qalıb. Vəssalam. Amma əsl insanlıq nədir? İnsanın həyalı olmasıdır qardaşlar. İnsanın həyalı olmasıdır. Bəli. Ona görə də insan Allahdan həya etməlidir. Nə ilə? Günahlardan uzaq olmaqla, Allaha itaət etməklə, Allahın haram etdiyi şeyləri tərk etməklə, bu şeylərlə Allahdan həya etməlidir və insanlardan həya etməlidir. Nə cür? İnsanlara əziyyət verməməklə, əllərindəkinə göz dikməməklə və onların qeybətini etməməklə, onların haqlarına girməməklə. Bu şəkildə insan həm Allahdan, həm də ətrafından, insanlardan
həya etməlidir. Və bəzən görürsən ki, Allah müstəan, bəzən görürsən ki, insanlar açıq şəkildə insanların yanında günah edirlər. Baxın, günah etməkdə də insan Allahdan birinci növbədə həya etməlidir. Və ondan sonra əgər bu səndə, məsələn, bəzi günahlar var ki, bizdə Allah bizi əfv etsin, tərk etməkdə çətinlik çəkirik, elə deyilmi? Bəzən aludə olur. İnsan zəifdir, hə? Amma tərk edə bilər. Bəzən görürsən ki, bu insan var ki, gizlində eləyir bunu. Yenə də öz nəfsinə, yəni etiraf edir ki, Rəbbinə mən günahkaram. Və bunun üçün Allahdan dua istəyir. Dua eləyir Allaha, bundan xilas olmaq üçün. Və bundan da betəri, bəzən görürsən ki, insan günahı insanların içərisində aşkar eləyir. İnsanların içərisində aşkar eləyir. Ola bilsin ki, subhanallah, sən bax, gizlində o günahı eləyirsən, gizlində eləyirsən. Ola bilsin ki, Allah Teala qiyamət günü hansı ki, hədislərdə varid olub, Allah Teala qulu gətirəcək və ona deyəcək ki, ətə'rifu zənbəkədə, ətə'rifu zənbəkədə, məşhur hədisdir. Bu günahı etmişdin, xatırlayırsan, onun üzərinə örtür Allah Teala və sonra ona sual verir. Bu günahı xatırlayırsan, bu günahı xatırlayırsan, qul deyir ki, bəli ya Rab. Və elə zənn edəcək ki, o artıq həlak olub. Və Allah Teala deyəcək ki, səni deyir, dünyada örtdüm, bu gün də səni örtüb bağışlayıram. Fikir verin. Lakin insan neynir? Ola bilsin Allah Teala səni bağışlanmağa daha yaxın, tövbə edərsən Rəbbinə, Allah Teala sən həya edirsən, günahını etiraf edirsən və bəzən görürsən bundan da betəri gedir insanların içərisində aşkar eləyir bunu. Nə Allahdan həyası var, nə insanlardan. Ona görə Allah Resulü sallallahu aleyhi və səlləm nə buyurur? Buyurur ki, bütün ümmətin bağışlanacaq ancaq mücahirlərdən başqa. Mücahirlər kimlərdir, qardaşlar? Açıq aşkarda günah eləyənlər. Açıq aşkarda günah eləyir. Bəzən görürsən ki, siqaretə, Allah bizləri mühafizə eləsin, mübtəla olmuş müsəlmanlar var, Allah hamımızı bağışlasın və onu o bəlaya mübtəla olan müsəlmanları da Allah Teala xilas eləsin o bəladan. Şübhəsiz ki, cəhd etmək lazımdır, qardaşlar. Allah Teala Quran-ı Kərimdə buyurur ki, kim cəhd edərsə, biz onu müvəffəq edərik, yolunu çatdırarıq, o hidayət yolunu. Cəhd etməlidir. Yəni, boş-boşuna sadəcə insan çalışmadan, cəhd etmədən mən bacarmıram deməməlidir. Çünki deməli, bizə hədislər nəyə göstərib? Haramlarda qətiyyən əl çəkməlisən. Çünki insan bunu bacarır. Vacibatlarda isə gücün çatan edirsən. Baxın, günaha açıq aşkarda edir. Baxırsan ki, gəlir insanların arasında Allaha sığınıram bu şeyləri deməkdən, bəzən görürsən yandırır, siqaret çəkir. Qardaş, sənin etdiyin şey günahdır və bundan da pisini edirsən sən. Ola bilsin ki, Allah Teala səni bağışlasın. Tövbə elə, gizlində Allaha istiğfar elə, çoxalt. Və insanın başına gələn ən böyük müsibətlərdən biridir bu, qardaşlar. İnsan günahını zahir eləyir. İnsanların içərisində bunu eləyir. Asan, artıq qəlbinə bu oturubdur. Ona görə müsibətdir, bəladır, qardaşlar. Ehtiyatlı olun. Əgər yanınızda bu cür insanlar varsa, mütləq şəkildə tənbih edin ki, Allahın bağışlanmasından uzaqdır bu hərəkət. Aydındır. Allah Teala bizləri əfv etsin, bizləri bağışlasın və Allahdan haqqı ilə həya etməyi bizlərə müvəffəq eləsin, asanlaşdırsın. Allahümme amin. Velhamdülillahi Rabbil alemin.